Siz onu sadəcə bir milyarder və özünə məxsus həyat tərzləri və hərəkətləri ilə yadda qalan məşhur kimi tanıyırsınız. Əslində kimdir Elon Musk? Necə bu qədər sərvətə sahib olub? Və zənginliyə gedən yolda hansı strategiyalardan istifadə edib? Ən maraqlı mövzu isə onun qaranlıq tərəfləridir. Videoya keçməzdən əvvəl kanalıma abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Elon Musk Tesla, SpaceX, Neuralink, Twitter, X platforması və bir çox şirkət sahibidir. O, 28 iyun 1971-ci ildə Cənubi Afrikada, Pretoria şəhərində doğulub. Onun ailəsi çox maraqlı və müxtəlif bir fonu əhatə edir. Anası May Musk Kanadalıdır və tanınmış bir diyetoloq və modeldir. Atası Elon Musk isə mühəndisdir və eyni zamanda bir çox biznes sahələrində çalışmış, uğurlu bir şəxsdir. Onun valideynləri vaxtilə ayrılmış və Elon uşaq yaşlarında yalnız anası ilə yaşamışdır. Ailəsi onu çox müstəqil böyütmüşdür. Elon Musk'ın uşaqlığı çox çətin keçib. Öz yaşadığı ərazidə, hətta məktəbdə belə, o qeyri-adi və fərqli bir uşaq kimi qəbul olunurdu. Bəzən çox müstəqil və tənqidi düşünən bir insan olaraq, məktəbdəki digər uşaqlardan uzaq dururdu. Uşaqlıq dövründə çox da sosial bacarıqlara malik olmayıb. Hətta məktəbdə ona qarşı zorakılıqlar da olmuşdur. Musk həmin dövrü ilk böyük həyat mübarizəsi olaraq xatırlayır. Musk'ın gənclik dövrü çox fərqli bir mərhələ idi. Təhsilini Cənubi Afrikada aldığı məktəbdə bitirdikdən sonra o, Kanadaya köçərək Queen's Universitetindən təhsil almağa başladı. Amma o, hər zaman sadəcə təhsil almağa deyil, yeniliklər yaratmağa və dünyanı dəyişdirməyə çalışırdı. Bu dövrdə onun təhsilindən daha çox məqsədi böyük bir iş planına başlamaq idi. Elon Musk'ın ilk iş planı çox qeyri-adi idi. O, PayPal'ın təməlini qoymaq üçün düşündüyü ilk addımda internet üzərindən ödəniş sistemləri yaratmağı hədəfləmişdi. Musk'ın gənclik dövründəki düşüncə tərzi çox mühəndislik və texnologiya yönümlü idi. Amma daha çox innovasiya və gələcəyə olan marağı ilə seçilirdi. O, çox cavan yaşlarında belə artıq dünyanı dəyişdirmək məqsədini qarşısına qoymuşdu. Bu dövrün psixologiyası da çox dərin idi. Elon Musk özünü heç vaxt standartlara uyğun hiss etməyib, həmişə fərqli düşünərək qeyri-adi ideyalar inkişaf etdirib. Bu, ona həm psixoloji olaraq güclü, həm də dünyadakı dəyişiklikləri qabaqcadan görmək imkanı verirdi. O dövrün psixologiyası həm də zaman-zaman çətinliklərdən qurtulmağa çalışan, bəzən isə özünün çox mübariz bir insan olduğunu göstərir. Uşaqlıq və gənclik dövründə çox təcrid olunmuşdu. Amma bunun əvəzində sübut etməyi və yeniliklər etməyi özünə məqsəd qoymuşdu. Onun ilk iş təşəbbüsü 1995-ci ildə yaratmağa başladığı Zip2 idi. Bu, cəmi 23 yaşında bir cavan gəncin öz ideyasını bazara gətirmək üçün təklif etdiyi bir layihə idi. Zip2 şəhər bələdiyyələri və yerli xəbər saytları üçün interaktiv xəritə və məlumat xidmətləri təklif edirdi. Bu dövr onun böyük risklərə girməyə hazır olduğunu və böyük bir şey yaratmağa can atdığını göstərir. Zip2 ilə qazandığı ilk böyük müvəffəqiyyət onun psixologiyasını yüksəldərək daha irəliləmək və daha böyük layihələrə başlamağa sövq etdi. Bu iş ona gələcəkdəki böyük iş imperatorluqlarını yaratmaq üçün zəmin hazırladı. Zip2-ni 1999-cu ildə $307 milyon satdıqdan sonra Elon Musk maliyyə texnologiyaları sahəsinə keçid etdi. O, X.com adlı onlayn bankçılıq və ödəniş sistemi yaradan şirkəti qurdu. X.com elektron ödənişlər üçün yenilikçi bir platforma idi və qısa müddət ərzində böyük populyarlıq qazandı. 2000-ci ildə X.com rəqibi olan Genfenet ilə birləşdi və şirkətin adı PayPal olaraq dəyişdirildi. PayPal, internet üzərindən təhlükəsiz və sürətli ödənişlər etməyə imkan verən bir sistem idi. Lakin Musk şirkətdə bəzi idarəetmə mübahisələri səbəbindən CEO vəzifəsindən uzaqlaşdırıldı. Amma o, şirkətin əsas səhmdarlarından biri olaraq qaldı. 2002-ci ildə PayPal $1,5 milyard eBay tərəfindən satın alındı və Musk bu satışdan təxminən $180 milyon qazandı. Bu məbləğ onun növbəti layihələrinə sərmayə qoymasına imkan yaratdı. PayPal satışından sonra Elon Musk, insanlığın kosmosa açılması və Marsın kəşf edilməsi xəyalını reallaşdırmaq üçün SpaceX təsis etdi. Şirkətin məqsədi kosmik nəqliyyat xərclərini azaltmaq və Marsda insan koloniyası yaratmaq idi. Lakin ilk illərdə SpaceX ciddi çətinliklərlə üzləşdi və ard-arda 3 raket buraxılışı uğursuz oldu. 2008-ci ildə 4-cü Falcon 1 raketi uğurla orbitə çatdı
və NASA SpaceX ilə 1,6 milyard dollarlıq müqavilə imzaladı. Bundan sonra şirkət böyük uğurlar qazandı. 2012-ci ildə Dragon kapsulu beynəlxalq kosmik stansiyaya uğurla çatdı. 2015-ci ildə Falcon 9 raketi ilk dəfə yerə enməyi uğurla reallaşdırdı. 2020-ci ildə SpaceX-in Crew Dragon kapsulu ilk dəfə insanları kosmosa göndərdi. Bu uğurlar sayəsində SpaceX-in hazırda NASA və digər qurumlarla əməkdaşlıq edir və Mars missiyalarına hazırlıq görür. Tesla Motors. Elon Musk elektrikli avtomobil bazarına inandığı üçün 2004-cü ildə Tesla Motorsa sərmayə qoyaraq şirkətin əsas səhmdarlarından biri oldu. O, sonradan Tesla'nın CEO vəzifəsini öz üzərinə götürdü və şirkəti dünyanın ən qiymətli avtomobil istehsalçılarından birinə çevirdi. 2022-ci ildə Elon Musk Twitter'i 44 milyard dollara satın aldı və onun adını X olaraq dəyişdirdi. Onun məqsədi Twitter'i sadəcə sosial media platformasından daha geniş bir ödəniş və kommunikasiya ekosisteminə çevirməkdir. Musk X platformasında daha az senzura və açıq ifadə azadlığı siyasəti yürüdür. Kriptovalyuta və maliyyə əməliyyatlarını platformaya inteqrasiya etməyi düşünür. Süni intellekt və yeni media formatlarını X üzərində inkişaf etdirmək niyyətindədir. Elon Musk uğurları ilə tanındığı kimi, mübahisəli və qaranlıq tərəfləri ilə də gündəmə gələn bir figurdur. Onun qaranlıq tərəfləri əsasən iş yerində sərt davranışları, manipulyativ idarə etmə tərzi, etik problemlər və şəxsi həyatındakı qalmaqallarla bağlıdır. Musk öz komandalarından ekstremal iş saatları tələb edir və tez-tez əməkdaşlarına böyük təzyiq göstərir. Tesla və SpaceX-də çalışan işçilər həddindən artıq saatlarla işləməyə məcbur olduqlarını və iş mühitinin son dərəcə stresli olduğunu bildiriblər. Twitter'i aldıqdan sonra o, şirkətdə kütləvi işdən çıxarmalar etdi. Gecə-gündüz işləmək istəməyənləri isə açıq şəkildə işdən qovurdu. 2018-ci ildə Tesla fabriklərində işçilərin ciddi təzyiqlə işlədiyi, hətta iş yerində huşunu itirənlərin belə olduğu bildirilmişdi. Dogecoin və Bitcoin haqqında etdiyi paylaşımlar kriptovalyuta bazarına ciddi təsir edib. O, əvvəl Bitcoini dəstəkləyib, sonra isə Tesla'nın Bitcoin qəbulunu dayandıraraq bazarda böyük enişə səbəb olmuşdu. Bununla belə, onun sərvəti zamanla dəyişir və müxtəlif mənbələrdə fərqli rəqəmlər qeyd olunur. 2024-cü ilin dekabrında onun sərvəti ilk dəfə 400 milyard ABŞ dollarını keçmişdi. 2025-ci ilin fevral ayına olan məlumata görə, Forbes onun sərvətini 353 milyard dollar olaraq qiymətləndirmişdir. Bu rəqəmlər əsasən Tesla və SpaceX-dəki paylarına əsaslanır. Elon Musk inanılmaz dərəcədə vizyoner və uğurlu bir insan olsa da, onun liderlik tərzi, etik problemləri və emosional qeyri-sabitliyi ciddi mübahisə mövzularıdır. O, həm texnologiya dünyasında inqilab edən bir dahidir, həm də aqressiv, sərt və manipulyativ biznesmen kimi tanınır. Bununla da videomuzun sonuna gəldik. Növbəti videoda hansı milyarder haqqında məlumat almaq istəsəniz rəylərdə bizə yaza bilərsiniz. Fikirləriniz bizim üçün dəyərlidir. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.